mescid yerine minlerin yetir. El sakkalı, elimizin sakkalı, al sakkalı, Həsən ağa Dəmirçi, qadan alım ki danışığa. Həsən ağa sizi gözləyirik. Böyle sakin de olabilir benim şu an. Biraz sakin de olabilir. Biraz sakin de olabilir. Alo. Ne? Gel. Birer şairim belə çağlarda deyir ağla ey köz yan könül dünya evi qəmxanədir. Mən Azərbaycan musiqiçilər tərəfindən bu ürək yandıran acı köçməni təsliyə edirəm bütün Azərbaycana və 4 nəfər dünyadan gedib, 4'ü də insandır. 3'ü burada yatıb, biri bilmirəm hardadır. Mən onun ailəsinə, tanışlarına təsliyə edirəm. Dünya bir seyirgahıdır, hər kəs gələr gəzər. Bir yaxşı ad qalırsa qalar, simozər gedər. Yaxşı adı qazanmaq çox asan da deyil. Candan maldan geçmək lazımdır ki bizim gənc yoldaşımız, düşüncə fikirdaşımız bu ne az ömründə bizə öyrətdi. Bunun yaşayışına baxanda əlbəttə buradakılar, onun yerli adamları məndən yaxşı bilirlər. Mən 10 il qabaqdan bu adamla tanışam, bu insanla, bu böyük insanla tanışam. Baxanda həmişə Azərbaycan üçün çalışıb. Heç bir vaxt olmayıb ki bu Azərbaycansız yaşaya, Azərbaycan fikirsiz yaşaya. Çünki mən bundan çox yerlərdə olmuşam. Və bir dönədə bu insan Xoyda, Qəhrəman Xoy şəhrində bizim üçün təşkil eləmişdi, gəlib konsert vermişdi. Həmişə istər milli hərəkət yolunda, millət sevər bir insanıdır bu. Millətinin yolunda istər və ictimai yaşayışında həmişə çalışardı. Hamı üçün yaxşıydı bu. Azərbaycançılığın əsliləri var. Biri düzlük, təmizlik, paylıqdır. Bu adamda var idi. Daha doğrusu bu adamın ki, özgeçmeliydi bunun yaşayışı. Bunun biyografisini yazıblar. Ben arzu edirəm bunun hakkında, ailesinin hakkında kitap yazılar, kitaplar yazılar. Bu cür insanlarımız bizim elimizden gedir ve təkcə buna inanırıq ki, bunların düzlüğü, təmizliği, paylığı İbrahim Cəfərzadələr yaradacaq. O cür deyil ki, İbrahim getdi, qutardı. Yox. İbrahimin yolu və bu yolda düzgün addım atması cavanlarımıza bir dana örnəkdir. Örgəşməlidirlər. Orada bir hörmətli xanım ki, İbrahimin bacısıdır, deyir, ürəyim yanır. Düz deyirdi. Çünki biz burada hamımız görürük ki, biz bu ürəyimiz yananda onun ki necə yanır. Ona görə mən kinə də təsliyət deyirəm və İbrahimin yolun, hərəkətin gördüyü işlərin dalısını tutmaq, izləmək. Fələş aldı əlimizdə. Heyif oldu, düzdür. Sanma əzdikcə fələk bizləri viranlıq olur. Un təmənnası ilə buğda dəyirmanlıq olur. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi
yağı yağ üstə gedir, ayranı ayranlıq olur. Çox əniş yoxuşlu yollarda başı uca çıxdı. Hələ çox getməli yolları vardı, atmalı addımları vardı, qaldı. Amma insanıdır, insanlığı düşünür. Kim ki insanı sevir, aşık hürriyet olur. Harda hürriyet olur, orada da insanlık olur. Azərbaycancıydı, millətçiydi və o da yaranır düzlükdən, təmizlikdən bayaq dediyim kimi və cavanlarımız, gəncilərimiz bilməlidir ki, əvvəldə evin içidir, elə yaşadığı evin içi, sonra şəhəri, sonra ölkəsi. Bu bir dana həqdir ki, heç biri özündən teori verə, özündən söz çıxada, ideoloji yarada, bu deyil. Bu bir dana insanların, bir dana millətin haqqıdır bu istirdir. Və bütün Azərbaycançılar onu istir. Heç kim İbrahim ola və ayrıları, heç kim istəmir ki, iş dəyişilsin, mən gəlim, bir məqam tapım, mis tapım, pul tapım, heç yoxdur bunlarda. Bizim millətçilərimiz çox şərəfli və düzgün insanlardılar ki, onu desəm ki, başda gedənlərin də biri bu insanıdır. Fikr edirəm buradakılar, hamısı inanır. Gələndə bir şuar verildi xiyabanda, daha doğrusu belə bir ürək sözü deyildi. Mən də qoşuluram ona, 3 dəfə bunu deyək. Azərbaycan başın sağ olsun! Azərbaycan başın sağ olsun! Azərbaycan başın sağ olsun! Azərbaycan başın sağ olsun! Bir ovuc yer üzrə boş toprak deyil, İnancım, güvəncim, Tanrımdır vətən. Yer salıb dilimdə anda çevrilib, Günəşlə birləşmiş arzımdır vətən. Bu sırada əziz yoldaşımız Səid Purcəfəri çağırırıq, ondan bir şey işlək. Səid ağa, buyur. Mən öncədən bütün qonaqlarımızdan, qovsu şəhərlərdən gələn təəssüflər olsun. Hamısı gəlmişdi, milli qəhrəmanımızı axır dəfə olaraq yola salaq. Amma 20-30 nəfərimizi gün apardılar, dostluqlara saldılar. Biz həm istəydik, bir dənə şeir oxuyaq. Əksər yoldaşlarımız və fikirdaşlarımız bunu milli qəhrəmanımız oxuyarkən duyublar. Hər məclisdə bu şeiri oxuyurdu. Mən də fəqət onun xatirəsi olaraq bu şeiri bütün Azərbaycana təqdim edirəm. Azadlığı istəmirəm, zərrə zərrə, qram qram. Qolumdakı zəncirləri qram gələ, qram qram. Azadlığı istəmirəm, bir hərf kimi, dərman kimi. Azadlığı istəyirəm, səma kimi, güneş kimi, cəhan kimi. Çəkil, çəkil, ey qəskar! Mən vəzri gül səsiyəm, mənə gərək deyilsiz qapılar. Mən ummanlar təşnəsiyəm, mən ummanlar təşnəsiyəm. Sağ olasın. Çox sağ olun. Yine payız geldi, yine payız geldi qonaqlar kimi. Soldu məhəbbətim yarpaqlar kimi. Ürək pıçıldayır dodaqlar kimi. Külə, niyə belə əsirsən külə? Niyə ümidimi kəsirsən külə? Ləhzələr boğanaq, mavilər tutqun. Ləhzələr boğanaq, mavilər tutqun. Ləhzələr oyanıb, illəşir mənə. Mavilər qaralır, dan uzaqlaşır. Damcılar
gözümdə selləşir. Gəlsəm, səhər başı gələrəm dedim. Gəlsəm, səhər başı gələrəm dedim. Axşam doluqsanıb, olma, gəlmədin. Hələ dan doğulmamışdı. Hələ ışıq səpilməmişdi qara toprağa. Hələ günəş oyanmamışdı satmağa. Hələ topraq gözlərin ovçalayırdı çal yuxusundan. Hələ damcılar qonmamışdı yarpaqlara. Hələ qəfəslər patlamamışdı. Hələ göyün bağrı çatlamamışdı. Hələ yağmur yuxudaydı. Hələ Tanrı qərara gəlib gəlməmiş, sən hara belə tələsindin? Hansı gün, hansı axşam, hansı gün çıxmamışdan qaranlığa yol sevirdin? Hansı gün, hansı axşam, kimlər, kimsə ayaqqabılarını tərsə cütləmişdi? Yoxsa qabar çalmış ayaqların, yoxsa yorğun ürəyin getməyə tələsirdi? Günəş gözlərində doğulmağa can atırdı. Günəş gözlərində doğulmağa can atırdı. Günə baxanların gözləri yolda qaldı bu axşam. Sənlə sevinib, sənlə gülüb, sənlə solmağa söz vermişdilər. Hansı yollarda yubandınız? Hansı yollarda yubandınız? Hansı döngələr satdılar sizi? Hansı ləhzələr and etmişdilər canınızı almağa? Hansı naməhrəm baxışlar çaldılar sizi? Yoxsa nədən getməyə tələsirdiniz? Yoxsa unutmuşdunuz dar yollarımıza gen ağızlar tükülüb bizi utmağa? Yer sızlayır, göy oxşayır, yer, göy ağlayır. Topraq tanrısı sizi bağrına basmağa sevinsə, göy tanrısı ağlayır. Vallah göy tanrısı ağlayır, tanrılar ağlayır, ağlayır, tanrılar ağlaşırlar. Keşke durub gələ bilərdiniz. Keşke arxanızda dönüb baxa bilərdiniz. Keşke ayaqqabılarınızı harda itirdiyinizi unutmazdınız. Keşke dalınca su səpir bu el, bu topraq. Dalınca su səpir bu el, bu topraq. Dalınca ağlayır, dalınca yanır, dalınca oxşayır. Daha nə yazım, daha nə deyim? Qələm yazmağa utanır, kağız ağlayır. Deyirlər, qərənfil 3 gül atar. Deyirlər, qərənfil 3 gül atar. Qərənfil 3 gül atdı. Qərənfil 3 gül atmışdı. Qərənfil 3 gül. Qərənfil 3 gül. Yorulmayasınız. Mən bu danışığı Minə xanımın adı ilə başlayacağım. Və elə bura yığışanların icazəsi ilə Minə xanıma dönüş simgəsi deyəcəyəm. Minə xanım Ərdəbilin yaxınlarında doğulur. Ailəsi ilə birlikdə 6 aylıq imiş. Tehrana köçür. Hamı kimi farslaşmağa başlayır. Ancaq danışqahda Zəncana dönür. Bu dönmə, dönməkdir. Bu dönmək, köçməkdir. Fars dilindən köçür. Bizi əritməyə hazırlaşan dəyirmanlara yox deyir. Dönür gəlir Zəncana. Və bu dönüşü yəqin bilirəm ki,
Azərbaycanımızın indi 10 milyondan artıq insanının taleyi ilə düğünlənir. 10 milyondan artıq insanımız hələlik öz kimliyindən, öz keçmişindən, öz tarixindən xəbərsizdir. Və bilərək, bilməyərək, qurulan bu siyasi nəzmin gücü ilə, zorla, bəlkə də bəziləri heç fikir vermədən farslaşmağa doğru gedir. Mina xanım dönüş simgəsi idi. Döndü, insanlara demiş olsun ki, dönmək olar. Elə bura yığışanların çoxları da, bəlkə millətçi olmamışdan öncə, onlar da İranda qurulan nəzmi sevirmiş, o dili, o tarixi inanırmış. Ancaq döndülər. Bu dönüşü inşallah ki, hamı ilə paylaşacaq. Yəni 35 milyon türklə paylaşacaq bu dönüşü. Bu dönüş simgəsi adı ilə başladım. Çatıram İbrahim bəy Cəfərzadəyə, Xoy şəhərinə, İlavar kəndinə. Ancaq ürəkdən deyirəm, burada danışmaq mənə düşməzdi. Böyük Abbas Lisani, Böyük Səid Mətinpur və başqa dostlarımız, İbrahimin öz yaxın dostu Mahmud və ayrıları burada olmadığından danışıram. Yoxsa biz öyrənmişdik bütün belə yas mərasimlərində Abbas Lisani danışsın. Əlbəttə buna da öyrənmişik. Çoxlu yas mərasimlərində zindanda eşitsin. Mən özüm Mühəndis Həmanini zindanda eşitdim. Abbas Lisani Mühəndis Həmaninin yasını zindanda eşitdi. Yenə bunu zindanda eşitdi. Səid Mətinpur bunu zindanda eşitdi. Bu hələlik millətimizin taleyidir. Bu zindanlardan azadlığa doğru gedəcək. Bu zindanlardan öz varlığımızı əldə edəcək. Elə İbrahim Cəfərzadə də o yolu getdi. Getmişdi, həməşə də getməyinə hazır idi. Addım addım hazırlanırdı bu böyük zəfərə. Addım addım o o haqq istəklərimizi almağa hazırlanırdı. Bir gün Məmməd Səmani dedi, Savalan bəy, millətimiz haqq istəklərinə çatacaq. Ya bizli, ya bizsiz. Bu İbrahim'a da nəsib olmadı. Bu Profesör Zehdabiyə də nəsib olmadı. Çox sevərdi, o başının tüküyün ağardığı zaman görə bu haqq istəklərimizin əldə edilməsin, mədrəsələrimizin açılmasın, təbrizlərin qaldırılmasın. Özü deyərdi, ixtiyar əlinə alanda Təbriz, başım ağarsa da bir oğlan kimi, başıma gələni ərməğan kimi, ərkidən xəlqimə sərfəcəyəm mən. Tez-tez deyərdi bunu. Bugün burada olacaqdı və danışacaqdı Qəhrəman Şiirzad. İndi orada tutuldu. İbrahim'i Şiirzadsız görmək də olmurdu. Şiirzad da orada tutuldu. Gələcəkdi, bura deməyə sözü var idi. Nə sözü idi? İbrahimin öz sözü. Çox çalışardı xoyun zamanlarına, Bilavara və Bunatay gənclərə deyək ki, bizsiz günlərə də hazırlanın. Hey deyərdi buna. O bir il zindanında rəybaz verərdilər, gələrdi, ancaq gələrdi işlərə qarışmazdı. Deyərdi, yox, bizsiz günlərə hazırlanın. Sizin bizsiz günlərimiz olacaq. Bu yolu gedəcəksiniz. Bu yol çətin olacaq, bilirəm. Ancaq gediləcək. Biz millətik. Millət bir oğlunun, bir qəhrəmanının olsa İbrahim Cəfərzadə də ölümünün axsarlığında qalmaz. Bir əskərin ölümüdür, bir səngərin alınması deyil, bir günün solmasıdır, bir bostanın aradan geçməsi deyil. Burada bir səngər alınmayıb, hələ səngər yerindədir. Fəqət mən burada bilmirəm, vardılar, yoxdular. Biləvarın şuralarından burada var ya yox, kəndin şurasından. Kəndin şurasından olsa onlara deyirəm, olmasa elə kəndin öz əhlinə deyirəm. İstərəm gələn dönə xoya gələndə o serahda görəm, İbrahim Cəfərzadənin böqəsi. Tablosunu görmək istəyirəm orada. Az adam deyildi ki, sərdar idi. Xoyun dörd cəhətindən xoya girəndə sərdarlarının adı görürük. Hənifə Dürstünün adını görürük. Və yerli görürük, vətənin qoruyub, torpağın qoruyub. İbrahim da elə qoruqçu idi. Onun da adına tablo gözləyirik orada. Bu kəndin əhlindən onun adına orada tablo gözləyirik. Xoy şəhərindən onun adına tablo gözləyirik və başqa igidlərimizin adına. Bizə hamısı sərdar idi onlar. Bir əskərin ölümüdür,
bir səngərin alınması deyil. Fəqət elə burada olan dostlardan istərdim, xüsusilə xoylu dostlardan, biləvarlardan. İbrahim çox güvənməli insan idi. Ancaq doludur hər bucağın min belə oğlanlarla. Hər tək-təkiz İbrahim Cəfərzadə olmağa can atmalısınız. Yoxsa sabah elə o yoldan keçəndə insanın gözü düşər bu kəndə, gözü düşər o şəhərə, deyər, öldü getdi Koroğlu, yetim qalmış elə bax. Elə olmayacaq. İnanıram, inanıram. Sağ olun. Mən öz növbəmdə və İbrahim bəy Cəfərzadə ailəsinin tərəfindən bütün uzaqdan, yaxından gələn qonaqlara bilmirəm, xoş gəldim deyim, nə deyim, addımlarınızı gözlərimiz üstə əzizləyirik. Bütün şəhərlərdən, Azərbaycanın bütün şəhərlərindən gəlmişdilər burada. Hamısı bir beyt şeir ilə başsağlığı vermək istəyirdilər. Muntaha vaxtın dar olduğu üçün mən onların hamısının əvəzindən bütün Azərbaycana, bu ailəyə, hamıya başsağlığı verirəm. Bütün şəhər, ad saymıram, biri qələmdən düşmüyor. Ancaq biz burada işarə etdilər, dərdimizi bir-birimizdən paylaşdıq, bir-birimizi qucaqladıq. Muntaha burada bizim dostluqda olan yoldaşlarımız, fikirdaşlarımız Abbas bəy Lisani, Səid bəy Mətinpur, onun sevgili əziz dostu Mahmud bəy Fəzli, Mustafa Əvəzpur və başqaları indi bəlli deyir, infiradidə, təhliddə, duvarı hər anı qucaqlayıb nə cür ağlaşırlar. Azərbaycan bugün yasa oturub, Azərbaycana baş sağlığı verir. Azərbaycan bütün neçə yönlərdən, hər yöndən, neçə yöndən demirəm, acılıq çəkir. Əgər bugün Urmu gölü quruyur ya qurutulur, Azərbaycan millətin tədrici ölümə, köçürməyə başladı. İqtisadi çətinlik bizləri öz güllü çiçəkli ev yurdumuzdan, obamızdan köçdürüb, İştiyaqı köçürmə, nə deyirsən deyil, aparıb başqa kəvirləri, başqa şəhərləri abadlamağa başlamışıq. Bu Azərbaycanın yolları ilan kimin bizim əzizlərimizi çalıb, az salmayıb səhəndilərimizi əlimizdən alıb, əmanilərimizi əlimizdən alıb və bugün bu qəhrəman ailəmizi əlimizdən alıb. Siz müqayisə edin, Təbriz İranın bir böyük şəhərlərindən biri sayılır. Bunun giriş-çıxış yoluna baxın, bir dənə kəmərbəndidir ki, hamısı trafikdir. İllər boyu, 20 il, 30 il, neçə ildir geçir, hələ bir utuban vurmur. Bunu fəqət müqayisə eləyin. Bir coğrafiya nəqşənasaz, İsfahanla, Məşədlə müqayisə eləsəz, çox satları düşünərsiniz. Hələ budakı xoyumuzdur, İran-Avrupa tranzit caddəsinin üstündədir. Hamımız bilirik, nə qədər burada cavanlarımız əldən alır. Amma mən burada İbrahim bəy Cəfərzadənin fikrini yaymaq istəyirəm. Başqa əxlaqı şəxsiyyətini buraxıram, hamı bilir, istəmirəm ona işarə. İbrahim bəy Cəfərzadə əgər bugün hamımızdan başqa fərqlənir, bir fərqli fikirləri var. Bu, belə deyim, açar fərənsə kimi bir şeydir. Hər zamanın özünə görə stratejisini qurub, onunla müqabilə edib mübarizəsini qurub. Bir gün dərnək qurmağı, bir gün çıxıb xiyabanda bağırmağı, bir gün infiradilərdə, bir gün yazılarla, bir gün dostaqda, bir gün təbiddə. Ancaq bunların heç biri onu nə sustura bildi, nə sındıra bildi. Axır boyuna ömrünə qədər dirəndi və dayandı. Və eşitdiyimə görə son dəvədə elə bir Dağıstanı görməmiş, getmədi torpağa. Və bir dənə nəsihət kimin elədi, bilmirəm, bilə-bilə idi, nə cür idi. Səid bəy Mətinpurun doğum günü Azərbaycan Siyasi Dostluqlar Günü sayılan gün oldu. Orada bəy danışıq elədi, belə nəsihət kimin idi, bizim hamımız.
deyirdi ki, biz indi Azərbaycanda millətimiz gərək koneşə hərəkətlərə üz gətirsin. Ya nə mənə? Yəni bu iki, biz oturmayaq bir vakoneş əsasında. Vakoneşli hərəkətlər yanlışlıq ola bilər. Vakoneşli hərəkətlər kontroldan çıxa bilər. Oturup plan tövməliyik, oturup bərnamə tövməliyik, yerinə qoymalıyıq. Lazım olsa xiyabana çıxarıq, lazım olsa yazı ilə yazarıq. Hər halda bu mənə və bütün hamımıza bir nəsihət kimi gəldi. Hər halda mənə üçün deyiblər sözlərimi qısaldan, bu bəyin nəsihəti idi. Bəy azadlıq şeirini oxudular, çox sevirdi. Bəy azadlığın getdi, başqa dünyada tapdı, ailəsinlə. Orada özgür yaşadı. Amma mən burada, bu ailənin başının üstündə hamıya deyirəm, bəy, bizlər azadlığımızı bu dünyada istəyirik və bu dünyada bulacağıq, hamımız əl-ələ verir. Yaşasın. Sən mənim, hürriyyətim, şöhrətim, Azərbaycan sən mənim, hürriyyətim, şöhrətim, adım mənim öz adımdır, sənsiz mənim qimətim, adım mənim öz adımdır, sənsiz mənim qimətim. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Əsasimiz bağdaşları, sabirlərin gör nəfəsi. Nəfəsimiz bağdaşlarım, Azərbaycan gör nəfəsi. Bağımızda yaşa bizim, babalarına yok səsi. Bağımızda yaşa bizim, babalarına yok səsi. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Biz tarixəsinin orub bilən varıq, bugün varıq. Biz tarixəsinin orub bilən varıq, bugün varıq. İlk seçmişə güvənərək, gələcəyi adımların. Biz seçmişə güvənərək, gələcəyi adımların. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa, yaşa